Peyğəmbər və ali Peyğəmbərə səlavat zikr Allahümme salli ala Muhammed ve ali Muhammed. Əyyam-ı Fatiməyə, Əyyam-ı Fatimədir. Allah bizi Əhl-i Beyt əzadarı kimi mənşur eləsin. Səlavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam-ı Zamana da baş sağlığı ünvanı ilə səlavat göndərək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Zəfərimizin 5-ci il dönümüdür. Təşəkkür. Şəhidlərimizin haqqında, qazilərimizin salamətliyi haqqında salavat edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Belə günlərdə və belə məclislərdə dünyasını dəyişən möminlərimizi, möminatı, müsəlman kimi dünyadan gedənlərimizi, valideynlərimizi, alim, seyid, şəhidlərimizi unutmayaq, sağlarını üçün dua edək, ölənlərinə rəhmət diləyək, səlavat göndərək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ceyl verəcəm. Müşkül olanlar olub, bizə xatırlayıblar ki, onları da yad eləyək. Evladı xəstə olanlar var, müraciət ediblər, yazıblar. Digər müşkül olanlar var. Zəhra qapısında Allaha dua edirlər. Xanım Zəhraya təvəssül edib Allahdan istəyirlər və biz onların adından istəyək. Allah onların müşküllərini, həll hacətlərini əta eləsin. Amin deyək. İlahi amin. Səlavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina Muhammedin Ebu'l Qasim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala tayyibine tahirin ve la'netullah alel kavmiz zalimin. Əziz möminlər, əziz Əhl-i Beyt sevərlər, əzadar-ı Fatimə olanlar, tarix bəşərin keçmişidir. Bəzi tarixlər bəşərin özünün keçmişidir, insanlığın keçmişidir. Bu hər bir insan üçündür. Bəzi tarixlər hansısa bir xalqa aiddir, hansısa bir millətə aiddir. Hər bir xalq gərək öz tarixini bilsin. Tarixinin həqiqətlərini, öz köklərini araşdırıb ortalığa çıxsın, çıxartsın. Otuz il bundan öncə saxtalanmış tarix üzərindən qonşularımız iddia elədilər. Torpaq iddiası elədilər. Və dünyaya yalancı, saxta tarixlər çıxardıb qoyurdular.
saxta tarixlər çıxardıb qoydular. O dövrə qədər, o günə qədər bizlər bu məsələnin üzərində o qədər də çox diqqət eləməmişdik. Bizimdir də, Qarabağ bizimdir, bilirəm mənimdir. Bunun mənim olmasını niyə sübut elətdirim, axı mənimdir də. Amma onlar iddialı idilər, saxta tarixlər düzəldirdilər. Cürbəcür tarixlər düzəldiblər, tək yazılıdan getmir. Tək yazılıdan getmir. Məsələn, tutan bulaq düzəldirlər. Deyirlər, 300 il bundan qabaq ki, bax, üzərində xaç, bax, biz bulaq tikmişik, biz burada olmuşuq. 300 il bundan qabaq, 350 il bundan qabaq. Bu da elə belə olmur ki. Cəmaət o avam deyil. Gəlirlər daşı yoxlayırlar. Hər daşın özünün neyi var? Öz tarixi var. Laboratoriyadan məsələn yoxlayırlar, deyirlər, yox, bu təzə daşdır. 150 ilin daşıdır, 100 ilin daşıdır, 50 ilin daşıdır. Təzə çıxır maşından. Elə belə olmur. Hər bir şey yoxlayıb onun tarixini ortalığa çıxarmaq olur. Nə edirdilər? Gedirdilər elə o müsəlman qəbirləri ki var orada 300 illik, 400 illik sinir daşları ki var idi. Çıxardırdılar onları, gəlib onları yanıb qoyurdular ki, bax daşı 300 il bundan qabaqdır. Hansı daş da o müsəlmanın sinir daşı idi. Bax, saxtalaşdırma. Profesional saxtalaşdırma deyirlər buna. Profesional saxtalaşdırma. Amma elhamdülillah, Allaha şükürlər olsun. Gec də olsa, nə oldu? Azərbaycan xalqı, Azərbaycan alimləri, ziyalıları ümumi dövlət səviyyəsində ta Azərbaycan tarixi və Qarabağın həqiqətən Azərbaycan torpağı olması haqqında nə iş etdi? İş etdi. Araşdırdılar, qoydular ki, köklü olaraq bu torpaqlar bizlərə məxsusdur, Azərbaycanlılara məxsusdur, türklərə məxsusdur və s. və neçənci ildə siz gəlmişsiniz bura, necə köçmüşsünüz, bütün bunları hamısını çıxartdılar, qoydular, əlhamdülillah. Necə ki, deyirdilər, Ermənistan, Qarabağ Ermənistandır, toçka, nöqtə, ulan qabağında deyilir ki, Qarabağ, Azərbaycandır, nida. Bu tarix üzərində olur. Tarix üzərində. Yəni, tarixi mütləq bilməlisən bəzilərdə. Tarixdir də, tarixin üzərində. Yox, tarix sənin kökündür. Tarixi bilməsən, gələcəyin olmayacaq. Baxın, bir misal çəkək sizə. Bu sizlərdə də belə olur. Siz də başqasına deyirsiniz. Birisi yol gedir. Birisi yol gedir. Azan zaman nə edir? Ha tərəfə baxır. Qabağa baxır, sağa baxır, sola baxır. Hara baxacaq? Dedinsə? Arxaya baxacaq. Gəldiyə yola baxacaq. Keçmişə baxacaq, görün düz gəlmişə. Hər insan öz keçmişinə baxsa, hardan başladı? Hansı yolları keçdi? Və bugün hardadır? Doğru addımları ata bilər. Doğru mövqeyi saxlaya bilər. İbn Xəldun deyir, tarix keçmişin hadisələri deyil fəqət. İnsanın təbiətinin qanunlarının göstəricisidir. Acaba? Deyir, fəqət tarixi hadisələr deyil. Xeyr, deyir, o insan təbiətinin qanunlarının göstəricisidir. Dönərlər bunun haqqında bir nə etdim? Misal çəkdik biz. Allah Quran-ı Kərimdə fərqli keçmişin hadisələrini göstərir. İnsan əvvəli, Adəmin məsələsi. İnsanın dünyada olan hadisələri, Habillə Qabil, yer üzərində 15, 20, 30 dənə adam var.
İki dənə insandır, Habillə Qabil. Qabil vurub Habili öldürüb, iki qardaşdılar da bunlar. Bu qardaş vurub öldürüb. Allah Quranda onu qeyd eləyir. Hə? Adam durar, deyər ki, elə duyar da o tarixdə irad eləyənlər deyər. Ay, neynimə lazım deyə bu müəmmin, mən bunu oxuyum. Qabil Habili öldürüb, nə bilim, neçə min il bundan qabaq, neçə 100 min il bundan qabaq. Mənə lazımdır bu, bəli lazımdır. Bəli lazımdır. Çünki insan təbiəti, fitrəti nə etməz? Salih, dəyişməz. Heç zaman dəyişməz. Niyə Qabil Habili öldürdü? Həsəd, paxıllıq. Həsədin pik nöqtəsində olanda insan qardaşını nə edə bilər? Öldürə bilər. Allah ibrət üçün bunu misal çəkir ki, sən də bu həsədə yetişsən, öz qardaşını da öldürərsən. Nəinki başqasına, öz qardaşını da öldürə bilərsən. Allah bu misalları elə boşdan çəkmir ki bizə. Tarix dəyişib. Habilin adı olub başqa, Qabilin adı olub başqa. Bəzən Habilin öz ətrafında adamlar var, Qabilin öz ətrafında adamlar. Bəzən bunlar böyüyüblər, müəyyən dövlətlər olublar. Nə maraqlı idi Ermənistan acaba? Həsəd. Ondan birisi də həsəd. Mənə daş kəsək düşüb, Azərbaycanlılara dağlar, meşələr, sular. Həsəd. Bir filosof gözəl bir sözdür. Deyir, tarix həyatın müəllimidir. Tarix həyatın müəllimidir. Ağıllı adamlar o tarixi hadisələri öyrəndikcə ondan özlərinə dərs götürürlər. Deyirlər ki, tarix təkrarlanır. Niyə təkrarlanır? Çünki insan təbiəti dəyişmir. İnsan təbiəti dəyişmir. İki insan dava edirdi. Gedmişdilər, bir balıq tutmuşdular, balığın üstündə dava edirdi. İki qardaş bir balığın üstündə dava edirdi. Və yaxud da ki, bunların mağaradan evləri var idi. Misal, palçıqdan evləri var idi. Onlar da o təbiətdə olan insanlar o palçıqdan evlərə görə dava edirdilər. İndi həddəmə o təbiətdə olan insan balığa görə dava eləmir. Nə bilim, qızla görə, mala görə, mülkə görə dava edir. Təbiət həmən təbiətdir. Ən gözəl sözü Həzrət Əli buyurur, deyir. Salavat göndər. Allahümme salli ala Muhammed və ali Muhammed. Gönə gözəl deyir. Buyurur İmam Əli, keçmiş xalqlardan ibrət alın ki, sizə bənzərlərin aqibəti sizə aydın olsun. Bəzən deyirlər, yer üzərində elə Şümürdə var, Geziddə var, Hüseyndə var, Hördə var. Var. O təbiətli insanlar elə də var. Adı dəyişib. Şimrin adı dəyişib. Ola bilər ki, o zamanda Şimirdi, indi buna atası Hüseyn adı qoyub. Amma xisləti nədir bunun? Şimirdi, ada baxma. Xislətinə bax. Xisləti Şimirdi. Ola bilər ki, atası buna Yezid adı qoyub. Məsələn. Babası buna Yezid adı qoyub. Amma xisləti bunun Hüseyndir. Bu da ola bilər. O xislətlər yenə də qalıb yer üzərində. O xislətdə insan adı nə olur olsun, Şimir olur olsun, olmur olmasın. O xislətdə insan Kərbəlada olsa, o da Şimrin elədiyini eləyəcək Hüseynə. Və bugünkü gündə Hüseyn kimi birisi olsa, həmən o Kərbəla şəraiti yaransa, o edəcək onu. Çünki insanın təbiəti dəyişmir, fitrəti dəyişmir.
Bir salavat göndər. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəli. Biz dünənki gecə tarixdə, İslam tarixində Peyğəmbər əleyhissalamdan sonra baş vermiş bir tarixi hadisə haqqında danışırdıq və bir neçə imamdan bu tarixi hadisə haqqında olan hədisləri və rəvayətləri gətirdik. Peyğəmbər əleyhissalam dünyasını dəyişəndən sonra İslam cəmiyyətində müsəlmanların arasında bir neçə böyük hadisə baş verdi. Bir neçə böyük hadisə baş verdi. Onlardan da birisi Fədək məsələsi idi. Fədək mübahisəsi həm hüquqi idi, hüquqi məsələləri idi, həm imamət məsələlərinə aidiyyəti var idi ki, biz dünəllər oxuduq. Bu məsələlərə toxunurdu. Əvvəla bir tarifi yanaşma eləyək. Fədək müsəlmanlardan qabaq kimlərə məxsus idi və necə oldu, müsəlmanların əlinə keçdi və müsəlmanların əlinə keçən zaman onun idarəçiliyi, o Fədək bağının idarəçiliyi kimin əlində idi və oradan gələn gəlirlər nə qədər idi və bu gəlirlər haraya, kimə və kimlərə təsərrüfat olunurdu, verilirdi və Peyğəmbər dünyasını dəyişəndən sonra o Fədəkin aqibəti necə oldu? İnşallah bu gecə bir neçə kəlmə bu tarixi məsələlərə toxunarıq. Fədək Xeybər qalalarının yaxınlığında yerləşən Bəni Nədir tayfasına məxsus idi. Bəni Nədir Yahudi tayfalarından idi ki, o zaman Mədinədə və Mədinənin ətrafında məskunlaşmışdılar. Elə ki, Xeybər fəth olundu. Kim Xeybəri fəth elədi? Həzrət Əli. Bəli. Da buna şək yoxdur ki. Şək yoxdur. Bunun sünni şiyyəsi yoxdur ki. Həzrət Əli əleyhissalam ki, Xeybəri fəth elədi, ətraf tərəflərdə yaşayan o qəbilələr qorxuya düşdülər. Çünki Xeybər o dövrdə düşünürlər ki, fəth olunmaz bir qaladır. Fəth olunmaz qaladır. O qala kimin əlində olsa, hakimiyyət onda idi. Həzrət doğrudan da fəth olunmurdu qala. Həm qəhrəmanları çox idi, həm döyüşçüləri çox idi, həm imkanları çox idi. İllərlə müharibədə də qalsa, daxildə özlərini nə edə bilərdilər? Dolandıra bilərdilər. Qala elə tikilmişdi ki, heç bir o zamanda top yoxdur ki. Heç cürə qalanın içərisinə daxil olmaq mümkün deyil. Rahat yatırdılar, yerdilər içəri. Müsəlmanlar mühasirəyə ediblər. Veclərinə də öyle. Allahu Ekber. Elə döyüşçüləri var idi ki, döyüşçülərini də arxayın edirdilər. Xüsusi yetişmiş döyüşçüləri, pəhlivanları, qəhrəmanları var idi. Arxayın idilər özünə ki, istənilən döyüşçü ilə döyüşə bilər, qalib olar.
O zaman da tek döyüşürdülər də, bilirsiniz. Mühasirəyə aldılar Xeybəri. Düz. Bu getdi ordu başçısı. Nə qədər mühasirədə saxladı, neynədi, neynəmədi, ala bilmədi. O bir dəfə başqası getdi. Üçüncü dəfə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurdu, bugün bayrağı elə bir kəsə verəcəyəm ki, Allah və Rəsulü onu sevir, o da Allah və Rəsulunu sevir. Səhər İslam bayrağı Peyğəmbərin əlində gedir. İkinci xəlifə Ömərin dilindən yazılıb bu söz. Deyir, Peyğəmbər yanımızdan keçəndə, bizə tərəf yaxınlaşıb keçəndə ürəyimiz döyünürdü ki, görəsən kimə verəcək bu bayrağı? Kimdir o şəxs ki, Peyğəmbər buyurur ki, Allah və Peyğəmbəri o kəsi sevir və o kəs də Allah və Peyğəmbərini sevir. Kimin yanından keçirdi? Ürəyi atırdı. Çünki Peyğəmbər zəfər, bax, zəfər iddiasını elədi ki, zəfər. O alacaq qalanı. Adamlar getdilər, ordular getdi, ala bilmədi. Gəldi, keçdi. Görmədim. Müsəlmanlar arasında əlini görmədi. Əli hardadır? Mətbəxdə. Əli mətbəxdə neynirdi? Gözləri ağrıyır. Əskərlərə çörək pişirir. Sahmba qurban. Bax, vəzifə buna deyirlər. Bəzilər soruşur, mənim vəzifəm nədir? Vəzifə budur. Döyüşə bilmirəmsə, hansı bir yol ilə bu müsəlmanlara mən xidmət eləyəcəyəm. Hə? Danışa bilirsən, gəl otur sən danış. Danışa bilmirsən, nə et? Dinlə. Çəkə bilirsən, çək. Çəkə bilmirsən, çəkilənləri nə et? Paylaş. Misal olaraq deyirəm də sizə. Hə? Xidmət, harada olursansa, ol orada bir xidmətdəsən. Tüdülər Əli çörək pişirir. Əskərlər üçün. Əli ha. Bundan qabaq bilirdiniz də Əli neynəmişdi? Xeybərdən qabaq. Xəndəyin qalibi idi. Xəndəyin qalibi o gərək belə oturaydı. Belə, hə? Bizlərdən birisi olsaydı da, Allah uzaqlı oturaydı ya, mən generalam, mən. Peyğəmbər bir dənə söz deyim mənim haqqımda ki, Əlinin bugün vurduğu bir zərbə qiyamətə qədər insi və cinin bütün əməllərindən, bütün ibadətlərindən üstündür. Nöqtə. Heç kəs Əlinin o işindən, o xəndə işindən nə edə bilməz? Üstün bir iş görə bilməz. Dünyanı fəth edib İslam'a qaçsa, yenə də o zərbədən üstün ola bilməz. Peyğəmbər buyurub da bunu. Elə belə buyurdu, xoşuna gəlirdi. Əli yox, Əli iş gördü. Əli iş gördü. Əli orada bir qoşunu döyüşsüz məğlub elədi. Döyüş olmadı da bilirsiniz ondan sonra. Qorxdular, getdilər. Amma bütün ərəblər cəm olub gəlmişdilər. Bütün bədəvilər cəm olub gəlmişdilər. Bütün küffar gəlib İslamla üzbəüz durmuşdu. Əlini gördü bunu. Qorxdular, getdilər. Qayıtdılar da. Tamam. Tək canı ilə orduları məğlub elədi. Əli orada qəhrəmanlıq elədi. İslamı müdafiə elədi. Əli orada irfan yazdı. İrfan. Bilirsiniz də irfan yazmaq hansı hadisəsidir? Deyir, gördük Həzrət Əli əleyhissalam onu yıxdı yerə. Tozunaq qalxdı. Sonra Əli əleyhissalam ayrıldı. O Əmr ibn Əbdəbüd ondan ayrıldı. Biraz gezişdi. Sonra təzdən gəldi o toz buludunun içərisinə. Bir qəddən sonra bu səs eşitdi. Allahu Ekber. Bildi ki, Əli öldürdü onu. Bu işarə idi.
Sonradan soruşduq, ya Əli, onu yıxmışdın yerə, niyə öldürmədin? Dedi, ağzının suyunu üzmə atdı, pis söhüşlərdə dedi anam haqqında. Qəzəbləndim. Qəzəbləndim. Deyə də hirsləndim, əsəbləşdim. Elə qılıncı boğazına qoydum kesməyə. Dedim, mən indi kessəm bunu, əsəbimə kessəyəm. Qəzəbim üçün kessəyəm. Özüm üçün kessəyəm. Nəfsim üçün öldürəcəyəm bunu. Durdum ayağa. Özümü sakit elədim. Allahu Ekber. Allah adına öldürdüm onu. Öz nəfsim üçün yox. Bir arifə 1000 ömür versən, buraya yerib yetişə bilməz. O elə bir vəziyyətdə, elə bir vəziyyətdə. Peyğəmbər buyurdu ki, harda dəllədirlər mətbəxdə. Nə edir? Çörək bişirir. Çörək bişirir. Yerlər yaxınlaşırlar. Peyğəmbər gəldi Əlinin yanına. Dedi, Əli, burada nə edirsən? Çörək bişirir. Nə olub? Dedik, gözlərim ağrıyır. O zamana qədər Həzrət Əli əleyhissalam buyurdu ki, gözlərim ağrıyırdı mənim. Bir göz xəstəliyi var imiş. Peyğəmbər dua elədi, üflədi, sonra əli ilə Həzrət Əli əleyhissalamın gözlərinin üzərindən çəkdi, barmağı ilə, əli ilə çəkdi. Ağa Əmir Əl-Mömin buyurdu ki, ömrümün axırına qədər daha gözüm ağrımadı. Ya Resulullah, bizim də xəstələrimiz üçün dua elə ki. İltiması dua edən hər kəs ki, xəbərdardır, dinləyir. Onların da xəstələri varsa, ya Resulallah, Allah yanında duaçı ol ki, xəstələrimizə. Bayraq verildi Həzrət Əli əleyhissalam əlinə. Və Həzrət Əli əleyhissalam gəldi, mən qısaldaqda. Xeybəri nə etdi, qardaşım? Fəth elədi. Qapı bağlıydı axı. Bir tələb elədi, bir qəhrəmanı çıxdı. İndi cavan uşaqdır da, güclü bir qəhrəman çıxdı, kimdir? Onu məğlub elədi. Bu qaçdı, getdi qapını bağlı, qapını əli ilə, qala qapısıdır ya bu. Bizim plastik qapılardan deyir ha. Qala qapısıdır, qala. Məğlub olunmaz bir qalanın qapısıdır. Çıxartdı onu. Onlar arx qazamışlar da, xəndək qazamışlar, su var idi oradan ki, keçə bilməsin qoşun. Qapını atdı, körpü elədi, qoşun girdi ki. Hamı əlinə qalxsın. Bunu gördü ətraf qəbilələr, döyüşsüz, bax, söz budur, söz bura diqqət eləyin, heç bir qılınc salınmadı, heç bir ox atılmadı, heç kəs atına minib cihada getmədi, dəvəsinə minib o cihad üçün səfər etmədi. Heç bir döyüş olmadı. Heç bir döyüş. Sülh sazişi gedildi Peyğəmbərlə. Sülh sazişinə müvafiq bunu Peyğəmbərə verdilər. Gördün? Bu fədəyi kimə verdilər? Peyğəmbər əleyhissalam. Bu haqda Həşr surəsini oxuyacaqdır. Həşr surəsinin 6-cı ayə istəsə təfsirinə də baxın. Bu haqda buyurulur. Allahın öz elçisinə onların, yəni düşmənlərin, torpaqlarından verdiyi şey, o ki verdiyi öz torpaqlarından ki pay ayırdılar, fədəki, deyərəm fədəki. Siz at və dəvə oynatmadan Allahın lütfüdür. Yəni, at sürmədiniz, dəvə ilə getmədiniz. Bu Allahın bir lütfü idi. Öz Peyğəmbərinə, öz düşmənlərinin əli ilə verildi. Nə fərqi var? Əgər döyüş olsaydı, o ələ gətirilsəydi, onun adı nə olacaqdı? Qənimət. Bu oldu nə? Qənimət. Bax, Qarabağ müharibəsində. Allah bizim ordumuzu qorusun. Allah zabit əskərlərimizi qorusun. Allah
Şəhidlərimiz can verdilər, qazilərimiz qan verdilər. Atalar, analar göz yaşı verdilər, ürək parçalanması verdilər. Hə? Xalqımız mal verdi. Getdik 10 noyabr, 8 noyabr günü, 10 noyabrda oldu da əslində qalanda. Nə oldu? O günə qədər nə etdik? Nədir? Döyüşüldü, bu yerlər alındı. Ondan sonraki yerlər necə alındı? Döyüş oldu. Gördün? Orada döyüş olmadı. Onlar verildi. Qorxularından verdilər. Siyasetin gücü işlədi. Nə etdilər? Özləri yığdılar boğçalarını qoltuqlarına. Onlar Spanakert deyirdilər. Biz nə deyirdik? Xankəndi. Kökül adı Xankəndi. Xankəndindən gördünüz də getdilər. Ay sağ ol. İndi bu günlər bunlar da danışmaq lazımdır. Çünki bizim zəfər günlərimizdir. Bu balaca şeydir. İllərlə baxarsan onu ilə bu döyüşür, bunu ilə o döyüşür. O dünyada nə qədər döyüşlər var, hə? Hansı bir əraziyə görə. Amma heç kəsdən hələ ala bilməyib. Amma biz aldıq. Azərbaycan aldı. Azərbaycanın ordusu aldı. Bu da sözdür. Allah bunu nəsib elədi. Elhamdülillah. Onlar elə belə verildi. İndi Peyğəmbər Allah deyir, Allah bu Allahın lütfüdür. Allahın lütfüdür. Öz elçisinə o düşmənlərin torpağından Allah verdi deyir onu. Və siz də nə at sürdünüz, nə dəvə oynatdınız. Heç nə. Yaxşı. Aha. Bunun adına nə deyirlər? Qənimət deyilsə, adı nədir? Fəy. Fəyə həmzə. Fəy. Bunun adına fay deyirlər. Qoy dilimiz yazsın. Ha? Fəy deyirlər buna. Fəy bu şeydir ki, döyüşsüz əldə edilən bir əmlakdır. Bu Peyğəmbərə məxsusdur. Peyğəmbər istədiyi kimi onu istifadə edə bilər. Hacı. Qənimət özünün bölgüsü var. Zəkatın özünün bölgüsü var. Xumsun özünün bölgüsü var. Necə ki, xumsun öz miqdarı var. Zəkatın öz miqdarı var. Qənimətin miqdarı yoxdur, az da ola bilər, çox da bilər. Bölgüləri var ümmət arasında. İstifadə qaydaları var. Hara xərcləyə bilərsən? Kimə xərcləyə bilərsən? Elə bugünkü elə belə götürək də, idarəçilikdə, dövlətçilikdə pensiyon var, sosial var, müəyyən fondlar var, həmkarlar var. Onların hərəsinin özünün öz idarə etmə üslubu var. Hara idarə edilməlidir? Necə təsvir eləməlidir? Kimə verirlər, kimə verilməz? Mən ağzından öyrəm. Mənə o yaşlılıq pensiyası verərlər ya verməzlər? Ya verməzlər. Onun öz adı var. O zaman da İslam dövlətində bu ələ gətirilən malların özünün təsərrüfatının yolları var idi, qaydaları var idi. Kimlərə verirlər, nə qədər verirlər, necə verirlər, qaydaları var idi. Bu qənimət də deyildi. Fədək. Qənimət deyildi. Zəkat deyildi. Beytulmal deyildi. Dövlət malı deyildi. Fəydi. Quranda buyurulur fəy. Bütün İslam alimləri, əhlisi, sünnəsi, şiyəsi, obrisi, buburisi, hamısı deyirlər fəy Peyğəmbərə məxsus olan bir maldır. Və Peyğəmbər onu necə xərcələyəcək, o da onun öz boyundadır. Bu söz hardadır? Təfsiri Qurtubi, Əl-Kəşşaf, Ət-Təbəri,
Hacı. Sen o şeylere bakma. Ət-Təbəri yazır ki, bu fay malları Peyğəmbərin şəxsi ixtiyarına verilmişdi. Çünki burada döyüş iştiraki olmamışdı. Peyğəmbərə məxsus. Aha. Bir iki cümlədə oxuyaq. Ne var da gecələrimiz çoxdur. Düzdür? Yormayaqsınız da. Yaxşı, bu Peyğəmbərə verildi. Bu Peyğəmbərə verildi. Elə? Peyğəmbər bunu necə işlədirdi, kimə vermişdi? Sağlığında. Bütün klassik mənbələrdə, Sünni və Şiyyədə qeyd olundu ki, fədək tam şəkildə Peyğəmbərin ixtiyarındaydı. Bu bir. Bu Peyğəmbər ixtiyarındaydı. Heç bir müsəlmanlar da etiraz eləmirdilər ki, o niyə sənindir? Niyə onu bizim aramızda paylaşmırsan? Niyə onu qənimət kimi vermir? Bilirdilər, qanunlar idi, Quran qanunları idi, şəriət qanunları. Bu Peyğəmbərə məxsus ixtiyarındaydı. Bu bir. İbn Səd təbəqatda yazır, fədək Peyğəmbər üçün fay kimi ayrıldı və oradan gələn məhsulu Bəni Haşim və kasıb müsəlmanlar arasında öz ixtiyarı ilə, özü kimə istəyir, ona bilir. Nedirdi? Pay ayırırdı. İndi burada iki dana məzhəb alimlərinin fikri ayrılır. Deyir ki, Əhl-i Sünnə alimləri deyir ki, fədək Allahın Rəsuluna məxsus idi, onu etimad etdiyi şəxslərə tapşırırdı ki, get idarə elə. Ək, becər, saat, nə bilim neynə, gətir ver, apar ona ver, buna ver. Qulaq assan. Etimad etdiyi şəxs. Kimdir etimad etdiyi şəxslər? Heç birinin adı yoxdur. Nə olur, biz hamısının şəcərəsi var, etimad etdiyi kəslər kimlərdir? Yoxdur. Şiə mənbələrində xüsusilə Əl-Kafi, Biharul Ənvar, Təfsir Əl-Qumidə yazılır ki, Peyğəmbər o bəlkə hədisə uyğun olaraq ki, Peyğəmbər əleyhissalam fədəki qızı Fatiməyə rəsmi şəkildə bağışladı. Hətta bu barədə sənədli yazı da verdi və bu sənəd Fatimənin evində olduğu rəvayət olunur. O sənədin haqqında danışaq, o sənəd aqibəti necə oldu? Kimin əlinə keçdi, başına nə gəldi? Yəni, qızı Fatiməyə nə etdi? Verildi və o da Peyğəmbərin göstərişi ilə və öz ixtiyarı ilə bunları nə edirdi? Haşimlərə, fəqir müsəlmanlara, qapılarına gələnlərə nə edirdilər? Paylayırdılar. Burada bu nöqtəni saxlayaq, bir dənə balaca pəncərə açaq. Bir Xumusdan danışmaq istəyirəm. Xumusdan. Elə diskussiya eləyək. Xumusu hansı müsəlmanlara verərlər? Sağ ol. Kəsbə verir. Fəqir müsəlmanı, möhtac müsəlmanı, ehtiyaclı olan müsəlmanı. Amma xumsi alimə də verərlər, seyyidə də verərlər. Düzdür? Hansı seyyidə verərlər? Hə? Kasıb seyyidə. Yoxdur kasıb seyyid. İmkanlı seyyidə verməzlər. Hə? Nə oldu bəs? Kasıbə verirlər. İmkanlı müsəlmana verərlər xumsi. Hə? Verməzlər imkanlı müsəlman. Amma imkanlı seyyidə verərlər. Kasıb alim yoxdur. Ehtiyaclı alim varsa birinci ehtiyaclıya verərlər. Yoxdursa elə obusuna da verərlər. Ha, bir dənə burada nöqtə deyəcəyəm. Fəqir müsəlmana verirlər ki, ehtiyacdan çıxsın. Alimə seyyidə verirlər ki, ehtiyaca düşməsin. Acışırmışdım belə bir söz. Oxuyun kitablarda tapsız deyərsiniz. Fəqir müsəlmana verirlər ki, olsun? Ehtiyacdan
Çıxsın. Ehtiyaclı olmasın. Alimə, seyyidə verərlər ki, ehtiyaca düşməsin, dillənməsin, kiməsə deməsin ki, mənə bir 10 manat ver, 5 manat ver, nə bilim, abri getməsin aradan. Bu bir hissə. Bunlar çəkən var, belə çəkirsiniz, yox, canlıdır ancaq. Hə, çəkildi. Lazım olacaqsa. 2. Alim və seyyidə ki, o beytulmaldan deyək, xumusdan deyək ki, verlər, onlar hamısını yeməz olar. Və bunu verilib, buna məxsus dilə gəlir. Bir var, veriblər payla, bu başqa sözdür. Veriblər payla, bu başqa sözdür. Bir də ayrılıb, deyilib ki, bu sənə düşəcək. 50 manat sənədir, 100 manat sənədir. Yəni, özü və balalarımı xəriclə də əyni və paltar al, məsələ. Əbon cırılıb gedəb al. Hə? Bu alimlər, bu imanlı kişilər, bu imanlı seyidlər, onların o verirlər ki, pulun hamısını özünə xərcləməzlər. Elə onlar da fəqirlərə ondan xərcləyərlər. Yadınıza salın, siz görməmsiniz, amma eşidərsiniz. Seyidlər olub, gətiriblər, camış gətiriblər, inək gətiriblər, pul gətiriblər, var gətiriblər, amma elə bu özü qaloşdan gezib. Elə bunu kesib, paylayıb kesib. Kesib, paylayıb kesib. Yaşlı insanlar, indiki zamanlar var, onlar görməyiblər, o xəbərlisizlər. Keçmişlərindən xəbərsizlər var, bəziləri Seyid Diluzadanlar var, ha. Bax, siz keçmişdən xəbərsizsiniz, köçkünüzdən xəbərsizsiniz, Seyid Diluzadırsınız. Seyidlər olub, Qarabağ seyidləri olub, Bakı seyidləri olub, Allah rəhmət etsin, nə bilim, Laçın seyidləri olub, o kişilər. Yaşlılar elə sözlər danışır, bir qismini də balaca biz görmüşük. Gətirərdilər, dökərdilər qama, gecə ilə kasıb ki, sıva paylayardılar. Buradan cibinə qoyardılar, buradan deyirlər, filan gəl bura, bastı onun cibinə. Həmçinin də alimlər. Alimin gərək əlində bir şey olsun ki, kiməsə fəqirə verə bilsin. Baxın, insanlar ehtiyaclı olan zaman ən çox hara üst tutarlar? Mərhəmətçi. Hə, sağ ol, meçidə. Xristiyandırsa, kilsəyə. Yahudisisə, sinagoqa. Ay, sağ ol. Orada yoxdur, hiç asıb. Düz deyilsə. Bir müsəlmandır, mərhəmətə ehtiyacı varsa haranın qapısını döyəcək? Meçidin. Meçiddə gərək bir şey olsun ki, versin də. Düz deyil. Meçiddə bir şey olmalıdır ki, onu razı salmalıdır orada. Hamı deyir, meçidin pulunu neynədilər? Baxın da meçidin pulunu neynədilər? Meçidə yığılanı neynədilər? Sən özü bir dəfə vermirsən meçidə. Sən anla bir dəfə vermirsən özü bu sözü deyirsən ki, mən apardım, 50 manat aldım qutuya, 10 manat aldım o qutuya, göz onun pulu neynədilər? Sən vermirsən, o sözü deyirsən. İndi meçidin də məsələsi iki cürdür. Əgər meçidin adına veriblərsə, onu fəqirə vermirlər. O meçidin özünə, təmirinə, işığına, qazına, suyuna, təmizliyinə, burada xidmətlərə və yaxud belə deyək. Silmə qoy qolaq aslına. Bunlara istifadə olunur. Bunlara istifadə olunmalıdır. Meçidin özünə, tədbirlərinə, məclislərinə, meçid daxili olan işlərə. O fəqir malı. Bir də olur fəqir malı. Bax, söz budur. Fəqir malı. Hacı. Bu məsələn, bundan ötürüdür ki, bu kasıb fəqirlərə, məhtac insanlara, xəstələrə, şikəstlərə, nə bilim, ehtiyaclı olan insana da. Bəzən varlıya da. Hansı varlıya olar? Hansı varlıya? Deyim, hansı varlıya? O varlı ki, yolda qalıb. Varlı yolda qala bilər ya yox? Varlıdır, imkanlı adamdır. Məsələn, tutalım ki, bir başqa ölkədən gəlib, bir başqa şəhərdən gəlib. Nə ediblər bunun?
Pulunu oğrayıblar. Pul itib. Hə? İndi adam var zəng eləyə bilir ki, kartıma pul at, adam var zəng eləyə bilmir. İndiki biz eləyə bilmir də, ya qalıb. O varlı da olsa ona nə etmək lazımdır? Kömək eləmək lazımdır. Vətəninə çalsın. Hətta şəriət buyurur ki, onun öz şəninə uyğun kömək eləyələr. Məsələn, vətənindən bura avtobusla gəlmişdirsə, avtobusla yola. Birdən təyyarə ilə gəlmişdirsə, onu avtobusla yola salıb orada biabır eləmə onu. Öz şəninə uyğun yola sal. Bəh, şəriət və qurban ya Rəsul. Ya Muhammed, şəriət və qurban. Nə gözəllik, hə? Bir də var ki, bir alimin özünün əlində bir mal ola. Tabi yaxşısı ola. Öz malı ola. Bu olmayanda oradan verə bilər. Həmən bu Peyğəmbər əleyhissalamın ki var idi, beytul malda yoxdur, dövlət malında yoxdur, özü eləyir burada. Bir dənə buna diqqət eləyin. Buna diqqət eləyin. Çox maraqlı bir şeydir. Çox maraqlı. Bunu deyib bitirəm sözünü. Böyük ariflərdən birisi deyir, bir yuxu gördüm, rüya gördüm. Gördüm Allahın Resulü Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem tanıdığım böyük alimlər, müctehidlər, mərcəyi, təqlidlər də buradadılar Peyğəmbərin yanında. Baxdım, gördüm ki, Peyğəmbər əleyhissalamın yanında bir nəfər alimə eləşib ki, onun şöhrəti, elmi bunlar qədər deyil. Bunlar qədər deyil. Bir alimdir. Amma burada məclisdə mərcəyi təqlidlər var, müctehidlər var, nə bilim kimlər var. Bu o qədər şöhrətli deyil, tanınmış deyil elmidə. Amma Peyğəmbərin düz sağ tərəfində əyləşib. Rüya aləmidir, yuxu aləmidir. Peyğəmbərdən soruşdum ki, ya Rəsulallah, bu alimlər ondan daha şöhrətlidirlər, daha elmlidirlər. Nə əcəb onu öz yanında əyləşdirmirsən, o bıslar ondan aşağı tərəfdədir. Peyğəmbər gülümsədi, dedi, bu kişidə bir şey var ki, onlarda yoxdur. Nə var ya Rəsulullah? Dedi, bunların hər birinin qapısına fəqir gəlsə, əlində fəqir malı olsa, dedim də fəqir malı nədir? Əlində fəqir malı olsa, onları yola salar. Verər, yola salar. O bu alimlər. Amma bu kişi yanına kimsə müraciət eləsə, əlində fəqir malı da olmasa, öz malından verər, yola salar. Heç kəsi boş yola salmaz. Onun üçün bu mənim yanımdadır. Bu çox bahalı sözdür. Anlayansın. Yaşayansın. Fay. Bu nedir? Həmən o Peyğəmbərə məxsus olan bir mal idi ki, dövlət malı da deyildi, beytul mal da deyildi. Allahın Rəsulü onu fəqir haşimlərin arasında bölürdü xərcini. Ondan sonra kimlərə? Kasım Mömin. Kim istəyirdi? Özü bilirdi. Və idarəçilik xanım Fatimə-i Zəhrada idi. Xanıma deyir ki, ona ver, ona da ver, ona da ver, ona da ver, belə. Amma xanımın əlində idi. Yaxşı. Bir dənə sual verim. Sabah o sualın arxası sizi gedərik. Elə ki, Peyğəmbər əleyhissalam dünyasını dəyişdi. Sözə bax. O fədəyi xanım Fatimə-i Zəhradan aldılar. Çox maraqlıdır. Hər yerdə bu yazılıb. Aldılar. Deməli, kimdəydi bu? Heç diqqət eləməyiblər bu sözə. Heç diqqət eləməyiblər bu sözə. Xanım Zəhradan alıb, hara qatdılar? Dövlət malına. Bax, söz bu idi. Aldılar. Aldıların mənası bu idi ki, bu xanım Zəhrada idi. Bu nöqtəni yadınızda saxlayın sabah inşallah.
Davamı danışarıq. Peyğəmbər və ali Peyğəmbərə sələvat zikr eləyin. Allahümme salli ala